Salam, hər vaxtınız xeyir olsun, dəyərli 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün iyun ayının 24-ü 2025-ci il. Şimal bölgələrimizin biri olan Xaçmaz şəhəridir. Və Xaçmaz Şəhidlər Xiyabanının ziyarəti bir vətəndaş olaraq, bir jurnalist olaraq özümüzə borc bilirik. Hər zaman, hər an şəhidlərimiz qəlbimizdə yaşayır, onları ehtiramla yad edirik. Və Xaçmaz rayonunun şəhidlərini sizə tanıtdırmaz. Onların keçmiş olduğu bu rəşadətli və şərəfli yolu birgə ziyarət etməyə çalışmaq istədik. Gəlin, Xaçmaz rayonu Şəhidlər Xiyabanını birlikdə ziyarət edək. Əziz tamaşaçılarımız, Şəhidlər Xiyabanına daxil olduqda ilk diqqətimizi cəlb edən bu lövhə oldu. 1988-ci il dekabrın 11-də İrəvanda baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanda İrəvana köməyə gedən və erməni mənfurları tərəfindən vəhşicəsinə təyyarəsi vurulan vətən oğullarımızın xatirə lövhəsi ilə qarşılaşdıq. Ən çətin anda yenə də Azərbaycanlı olaraq kömək əlimizi uzatmağa çalışdıq. Amma çox təəssüf ki, qarşımızdakı düşmən nə insanlıqdan, nə mərhəmətdən, nə humanizmdən heç bir anlayışı olmayan bir məxluqlardır. Erməni mənfurlarının Azərbaycan torpağına vəhşicəsinə təcavüzü nəticəsində 88-ci ildən bu yana torpağımız, elimiz, obamız yüzlərlə, minlərlə şəhid verir. Və hər bir şəhid qanı Azərbaycanda bir igidlik toxumu, bir mərdlik toxumadır. İgidlik, mərdlik, sücayət bizim qanımızda, genimizdə var. Amma hər bir şəhid qanı bir daha içimizdə bir intiqam alıbı gücləndirdi. Gəlin 90-cı illərin şəhidləri ilə, onların bizə doğru baxan baxışları ilə sizlə tanış edək. Yalan olduğunu unutma olarım sizi şehitler. Dünyanı eylete salan oldunuz, azadlı bodrumda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutma olarım sizi şehitler. Unutma olarım sizi şehitler. Verdi köksünüzü namert cümlesi, dondu dilinize beter nağmesi. Dindi yanaları ahun alesi, akar gözlerini yaşı şehirler. Heyrete salan oldunuz, azadlı bodrumda yanan oldunuz. Göçüp yüreklerinde kalan oldunuz. Əziz tamaşaçılarımız, mən 90-cı illərin canlı şahidi olaraq gözüm önündən bütün o hadisələr keçən bir insan olaraq hər zaman Şəhidlər Xiyabanına gələndə içimdə bir utanç, içimdə bir niskin vardı. Və bugün o niskin keçmir, bəli. Çünki biz şəhid məzarlarına ziyarətə gelirik. Hər bir şəhid məzarı sinəmizə sancılan bir oxdur. Ancaq bununla yanaşı içimizdə bir rahatlıq, bir qürur var. Və bugün üzü açıq, alnı açıq
şəhid məzarlarını ziyarət edirik. Çünki cənab Ali Baş Komandanın yumruğu altında birləşən Azərbaycan xalqı, Azərbaycan əskərləri, Azərbaycan zabitləri hər tökülən şəhid qanı üçün erməni mənfurlarından elə bir qisas aldılar ki, mən düşünürəm tarixlər keçsə belə 44 günlük Vətən müharibəsi, aprel döyüşləri, antiterror əməliyyatında ermənilərə vurulan zərbələr onların yaddaşından silinməyəcək və silinməməlidir. Onlar bir daha xatırlamalıdır və hər bir riyakar addıma ayaq atdıqları halda onların 44 günlük Vətən müharibəsində hansı bir bəlalarla, hansı bir yumruqlarla üzləşdiyini xatırlamalıdırlar. Və məncə bunu xatırlamayan bir millət deməyə belə hətta bəzən çətinlik çəkirəm. Bir adamlar, insan çünki sözü hər bir fərd haqqında deyilə bilməz. Bu adamlar həmin o yumruğu, onların başlarına yağış kimi yağan o bombaları xatırlamalıdırlar. Və düşüncəsi ağlı olan bir xalq bir daha digərinin torpağına göz dikməməlidir. İbrete çevrildi bakışlarınız, damlı seçilerde akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin başı şehitler. Dəyərli tamaşaçılarımız, növbəti bir şəhid məzarlığını rəyağısıyla və ruhisilə tərk etdik. Qaçmaz üzrə şəhidlər xiyabanı. Müharibə başladığı gündən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan torpağında doğulmuş, Azərbaycan torpağında böyümüş, Azərbaycan torpağının çörəyi ilə bəhrələnmiş igid oğullarımız savaşa atıldılar. Və bir daha qeyd edeyim, dini mənsubatından asılı olmayaraq, bildiyindən, adət və ənənələrdən asılı olmayaraq, hər birimiz Azərbaycan vətəndaşı olaraq, ana torpağımız, Azərbaycanımızı qorumaq üçün döyüşlərə atıldı. Hər kəs öz sahəsində. Hərbiçilərimiz hərb meydanında, jurnalistlərimiz mətbuat arenasında, adi vətəndaşlarımız ən adi bir köməklə əskərlərimizə bir stəkan su belə verməklə öz vətənə olan borçlarını ödəməyə çalışdılar. Bir okeanda, bir dənizdə zərrə olsa da atalar deyir ki, dama-dama yol olar. Və bizim gücümüz, qüvvəmiz dama-dama yol oldu. Böyük bir okeana çevrildi. Və bir daha təkrar edim, erməni mənfurlarını o okeanda boğdu. Və əminəm ki, Azərbaycan hər zaman bu cür məğrur, bu cür möhtəşəm bir ölkə olaraq Ali Baş Komandanımızın ətrafında birləşib və dünyaya səs salan bir cənnət məkan olacaq. 102 Xəbər Info və Inforum Xəbər TV, Nəzakət Rüstəmova, Şəlalə İsmailova.